yenə digər qanuni nümayəndələrdir. Onlar uşaqların yaş kateqoriyasını nəzərə alaraq qısaldılmış gün ərzində keçirilən təlimdir müəllim. Aha, düzdür. Qısaldılmış gün rejimi əsasında keçirilirsə, yaşlara uyğun. Aha, hansı oldu? Qısaldılmışdırsa, yaş kateqoriyası varsa, qısa müddətli təlim qrupu, ödənişlidirsə bu olur icma əsaslı. Düzdür. Sonra deyin Sahilə müəllimə yenidən. Nəticə yönümlülük deyəndə nədən söhbət gedir? Nəticə yönümlülük. Yəni nəticə yönümlülük dedikdə müəllim nəticəli olmalıdır, planını, proqramını əvvəlcədən hazırlamalıdır, nəticəli olmalıdır. Düzdür. Nəticə yönümlülükdən söhbət gedirsə, müəllim icmalını, planını, resursunu, hər şey əvvəlcədən müəyyənləşməlidir. Əgər plansız iş varsa, heç vaxt nəticə əldə etmək olmayacaq. Yaxşı. Eyni zamanda hansı ki, bəli, konstruktiv müəllim neyinir? Planını, resursunu, hər şeyi əvvəlcədən hazır qoyur. Konstruktiv müəllim. Baxın, bir var təlim nəticəsi, bir də var ümumi təlim nəticəsi. Bu təlim nəticəsinə mən çatmaq üçün təlim nəticəsi bilirik ki, məşğələnin sonudur. Ümumi təlim nəticəsi isə ilin sonudur. Keçən dəfə qeyd eləmişdim mən sizə. İlin sonudursa, ümumi təlim nəticəsidir. Məşğələnin sonudursa, təlim nəticəsidir. Məsələn, mən ilin sonuna çatmaq üçün məşğələni az-az keçirəm də. İlin sonunda mənə deyir ki, 4-5 yaşın sonunda uşağa 5 dairəsini öyrət. Mən bu 5 dairəsini öyrətmək üçün nə edirəm? İlin sentyabrın əvvəlindən dərsi az-az keçirəm, mənimsədirəm, düzgün strategiya müəyyən edirəm, düzgün planlaşdırma aparıram. İlin sonu da gəlib o nəticəni əldə edirəm. Yox, əgər mən birbaşa 5 dairəsini öyrədə bilmərəm axı uşağa. Əgər uşağın 5 dairəsindən xəbəri yoxdursa, mən necə öyrədim? Mümkünsüzdür. Mən onu az-az təlimlərdə az-az dərindən öyrədə bilirəm. Baxın, belə bir nümunə deyim. Dərsin sonunda təlim nəticəsi deyəndə, məsələn, keçirsiniz üçbucaq mövzusunu, elə deyil. Təlim nəticəsində müəllimlər 3 dənə götürün. Yəni, maksimum 4 dənə olur, minimum 1 dənə olur. Və indiki zamanda olmalıdır. Məsələn, belə deyim sizə, üçbucağı tanıyır. Üçbucağı tanıyır, düzgün təlim nəticəsi deyil. Niyə bilirsiniz? Nə olsun ki, ır var? Tanıyır. Amma hərəkət var, orada yox. Elə belə deyirəm ki, məsələn, müəllimə inklüziv təhsil haqqında, müəllimənin inklüziv təhsil tutaq ki, tanıyır və yaxud da müəllim uşaqları tanıyır. Yəni, burada hərəkət yoxdur axı. Hə, tanıyır. Yəni, o keçmişə yönəlikdir bir növ. Amma mən hərəkətli olan bir təlim nəticəsi qurmalıyam. Mənim məqsədim hərəkətli olmalıdır. Məsələn, həndəsi fiqurları adlandırır. Görürsünüz, adlandırır. Hal-hazırda adlandırır deməkdir. İndiki zaman etməlidir o hərəkəti. O fəaliyyət olmalıdır orada. Və yaxud da qeyd eləyə bilərəm sizə. Üçbucağı digər fiqurlardan fərqləndirir. Baxın. Bu da düzgün təlim nəticəsidir. Bir də təlim nəticənizi demişdim, SMART abreviaturasına uyğun qurulmalıdır. Əvvəlki izahlarıma baxın, SMART abreviaturası nədir izahlarda vermişəm. Yəni, qeyd eləmişdim, vaxta uyğun qurmalıydınız, resursunuz olmalıydı, ölçülə bilən olmalıydı, qiymətləndirilə bilən olmalıydı, uşaqların fərdi xüsusiyyətlərinə uyğun olmalıydı bir də. Məsələn, mən təlim nəticəsi seçmişəm. Mənim qrupumdakı uşaq elə ola bilər ki, 5-i bilir, elə ola bilər ki, 1-i ümumiyyətlə tanımır. Elə uşaq var ki, 3 rəqəmini tanıyır. Amma mənim qrupumdakı uşağın hərəsi necədir? Ayrı-ayrı. Necə ki, müəllimlərin dərsdə qoşulurlar. Biri çox zəif potensialda olur, sıfırdan, biri orta dərəcəli olur, biri də mükəmməl olur. Mükəmməl həmişə ön planda olur. Hətta ona təkrar dərslər onun elə də xoşuna gəlmir. İstəyir ki, daha da qabağa getsin. O da elə. Mən əgər təlim nəticəsi məqsəd götürürəmsə, bir dənə götürməyim elə də yaxşı deyil. Çünki bir dənə ilə mən bir cür götürəcəm də, elə də səmərəli deyil. Və təlim nəticəmə uyğun mən qiymətləndirmə meyarı qururam. Başa düşürsünüz, indi onu da izah edəcəm sizə. Hər məşğələ sonu qiymətləndirmə cədvəli olmalıdır. Yəni, 3 aydan bir olmamalıdır qiymətləndirmə cədvəli. Hər məşğələ sonrası olmalıdır ki, mənim düzgün inkişaf qurumda yəni inkişafın izlənilməsi düzgün şəkildə getsin.
Qeyd elədiyimiz kimi birinci gəlir məzmun xətti, əsas standart, alt standart, təlim nəticəsi, təlim nəticəsinə uyğun da qiymətləndirmə meyarı quluram. Yəni təlim nəticəmdə qiymətləndirmə meyarımda standartlardan alt standarta aiddir. Unutmayın. İndi belə bir nümunə gətirim. Keçən dəfə vaxtımız az idi, izah edə bilmədim. Məsələn, mən bu gün alt standartı götürürəm. İndi məşğələm tutaq ki, top haqqındadır. Mövzum topla bir fəaliyyətdir. Götürürəm. Məqsəd nə edirəm? Məqsədimi götürdüm. Məqsədim necə olmalıdır? Sadə olmalıdır, orta olmalıdır, mürəkkəb olmalıdır və ya top olmasın elə 3 dairəsi olsun, elə 5 dairəsi olsun. Mən burada birinci nə edirəm? Bir dənə sadəsini götürürəm. Birinci sadəsini götürürəm. Məsələn, 3 rəqəmini tanıyır. Bu sadə. Uşaq ola bilər də ən zəif uşağım o 3 rəqəmini tanımalıdır. Birində yazıram ki, 3 rəqəmini digər rəqəmlərdən fərqləndirir. Bu ikincisi. Artıq biri var 3'ü tanımaq, bir də var digərlərindən fərqləndirmək. Üçüncüsünü də qoya bilərəm ki, 3 dairəsində toplama əməliyyatları yerinə yetirir. Artıq bilir ki, uşaq birincisində 2 gələndə neçə eləyir, birincisində 1 gələndə neçə eləyir. Bu şəkildə 3 dairəsində toplama əməliyyatlarını yerinə yetirə bilir. Neynədim? Ən sadəsini qoydum, ortasını qoydum, mürəkkəbini qoydum. Mən əgər təlim nəticəsinə çatmaq üçün sadə, orta, mürəkkəb olmalıdır. Mən 3'ünü də mürəkkəb qoysam, mənim zəif uşaqlarım qalacaq qıraqda. Heç məşğələyə maraqları da olmayacaq. Mən onları ona görə az çox qiymətləndirməliyəm axı. Axırda da götürürəm 3 dənə qiymətləndirmə meyarı. Sadə, orta, mürəkkəb götürdüm. Hansı ki, o sadə, orta, mürəkkəbə uyğun da uşaqlara qiymətləndirirəm. Məsələn, sadə fəaliyyətə çatdı 50. Yazıram ora 50'nin adını. Orta fəaliyyətə çatıbsa sevinç elə. Sevinci elə ortadan yazıram. Onsuz ki, ortadan yazmağım o deməkdir ki, ən sədəsini də o bilir. Amma ən yüksəyinə çatmayıb. Adını ona görə ortada yazıram. Məsələn, Emil 3'ünü də bilir. Ona görə Emilin adını elə axırıncıda yazıram təkcə. Belə. Cari planı müəllimlər yazaram. Yazılış qaydasını göndərərəm. İnşallah bir dəfə canlı açıb izah edəcəm. Cari planın izahını. Hansı qaydada izah olunur? Yəni qiymətləndirmə meyarı təlim nəticəmə uyğun qurulur. Deməyin ki, əsas standartdan götürülür, alt standartdan. Siz onların mənasını bilirsinizsə, onları ayırd edə biləcəksiniz. Hansı müəllimədə qalmışdıq sual-cavabda? Məndə qalmışdınız müəllimə. Aha, Sahilə müəllimə. Bəli. Aha. Qeyd eləyin mənə siz. Bircə dəqiqə müəllimlər, baxın hansı mövzuları vermişdim. Sahilə müəllimə deyin mənə. Səriştələr neçə təsnifata bölünür? Səriştələr 3 təsnifata bölünür. Səriştələrimiz 3 təsnifata bölünür. Hansılardır? Təfəkkürdür, fəaliyyətdir, dəyərlərdir. Təfəkkür, fəaliyyət, dəyərlər. Yaxşı, təfəkkürə aid olanlar hansılardır? Deməli, təfəkkürə aid olanlar müstəqil öyrənməkdir, problemi həll etməkdir, sonra Qərar qəbul etmək. qərar qəbul etməkdir. Bir də Kreativlik, tənqidi təfəkkür. Tənqid təfəkkürdə kreativlikdir. Düzdür. Bircə dəqiqə müəllimlər. Müəllimələrdən biri yazıbdı. Müəllimə, mən may qrupuna qoşulmaq istəyirəm. Çox xahiş edirəm nəzərə alasınız. Məlumat verim ki, bu ay qrupum yoxdur. İnşallah gələn ay ödənişli qrupum olacaq və birinci qrupum artıq yekunlaşıb. İkinci qrupumda yerləri var. Kim istəsə müraciət edə bilər. Dərslərimiz az-az dərindən həftədə 2 dəfə və həftədə 4 dəfə biz canlı yarış testləri edirik Telegramda. Yəni Google Form testi, eyni zamanda quizlər. Kim istəsə qoşula bilər və növbəti yaranan qruplara da ödənişsiz dinləyici kimi qoşulacaqsınız. Bu da həftədə 4 dəfə dərs edir. Növbəti qrup olmayacaq. Yəni bir qrupum olacaq. Birinci qrupumda olub, ikinci qrupuma yer var. Axşam saatları olacaq. Belə. İstəyən 070 293 39 28 nömrəsi ilə əlaqə saxlaya bilər. Yorumlar hissəsində nömrəni qeyd eləyəcəm. Akademiya tərəfindən yazın, sizi qrupa əlavə edəcəklər. Belə. Müəllimə, proqram 4 aylıq olacaq. Ya 3 aylıq, ya 4 aylıq ki, az-az dərindən keçirilsin. Müəllimə, qrupumuzda neçə nəfər olur?
Müəllimə, qrupumuzda, yəni orta səviyyədə, müəllimdən asılıdır. Amma qrupumuzu biz elə nizamlayırıq ki, siz ödənişli qruplarımızın dərslərinə baxsanız görəcəksiniz YouTube üzərindən. Bir müəllimə digər müəllimənin yerinə keçmir. Hərəsi ayrı-ayrılıqda sual-cavab olunur. Bilirsiniz necə? Belə bir sizə sir deyim. Bir var qrupda 5 müəllimi olsun, bir var 6 müəllimə, bir var 7 müəllimə. İstər-istəməz hərəsinə geniş sual-cavab etdim elə. Ancaq mövzudan sual verirəm də. Başqa heç nə, eyni təkrarçılıq. Amma qrupda müəyyən qədər müəllimi olanda biri bilmədiyini soruşur, digər fərqli bir yerdən soruşur. İstər-istəməz sizin məhdud tutaq ki, biliyiniz varsa, məhdud suallar verirsinizsə, o digər müəllimələrin hərəsi bir sual verəndə siz geniş öyrənmiş olursunuz. Yəni mənim 56, 57, 55 toplayan müəllimlərimin hamısı elə qruplarımdan, yəni çıxan müəllimlərdir. Hansı ki, fərdi hazırlığa qoşulan müəllimlər o qədər yüksək bal toplamayıb, nəinki qruplara qoşulanlar. Çünki geniş olur təcrübələri, hər kəs bilmədiyini soruşur, amma ümumi sual-cavab sonda olur. Biz birinci fərdi sual-cavab edirik. Heç bir müəllimə qalmır sual-cavabsız. Hətta dərsimiz 3 saat davam edir, amma müəllimələr sual-cavabsız çıxmırlar dərsdən. Ona görə də dərslərimizin yəni keyfiyyəti yüksəkdir. Bir də sadə dildə izah olunur təbii ki də. Yarış testlərimiz də olur və vaxtla da yarışı öyrənirlər, imtahan həyəcanı da gedir. İnşallah qoşulmaq istəyən məlumat verər, qrupa əlavə edərəm. Dediyim kimi son qrupumuzdur. May ayında açılacaq, mayın 1-dən 2-dən etibarən və 3 aylıq, 4 aylıq olacaq. İnşallah imtahanın vaxtı bəlli olsun, ona uyğun ya 3 ay ya 4 aylıq olacaq. Belə. Xeyr, MİQ imtahanının vaxtı hələ ki bəlli deyil. Müəllimə, davam edək sizinlə yenə də. Səriştələrimizdən hansı səriştədir ki, uşaq masada oturur, yeməyini üstünə tökür? Sizcə hansı səriştə formalaşmayıb uşaqda? Uşaqda şəxsi məsuliyyət formalaşmayıb. Şəxsi və sosial məsuliyyət. Burada artıq, bəli, şəxsi və sosial məsuliyyətdən söhbət gedir. Niyə bilirsiniz? Uşaqda davranış yoxdur, mədəniyyət yoxdur. Mədəniyyət anlayışı formalaşmayıb. Ona görə də davranışı harda görsəz, elə şəxsi və sosial davranışı götürün. Yəni şəxsi və sosial. Sonra bəs bu hansıdır? Emil yazı yazanda yoldaşına kömək edir. İndi söhbət yazı yazmaqdan da getməyə bilər. Nəsə bir fəaliyyət zamanı. Burada Ünsiyyət, əməkdaşlıq. Əməkdaşlıqdan. Bəli, əməkdaşlıqdan. Bəs yaxşı, uşaq müəlliməyə mövzunu danışırsa, geniş məlumat verirsə, burada nədən söhbət gedir? Geniş məlumat verirsə, Ünsiyyət, danışır da, danışmaq var, danışmaq. Ünsiyyətdən söhbət gedir. Bəli. Təşəkkür edirəm müəllimə. Sağ olun. Ona vaxtımız azdır, daha doğrusu müəllimlərimiz çox olduğundan hərənizə 1-2 sual veriləcək. Amma ödənişli dərslərimizdə hər müəlliməyə ən azı bir 9-10 sual verilir. Geniş, vaxta uyğun, mövzumuza uyğun çox da ola bilir, bəzən biraz az da ola bilir, amma geniş olur. Öyrənmədən çıxmırlar dərsdən. İndi burada müəllimlər çoxdur da ona görə. Bəli, bizim ödənişsiz dərslərimiz 3-cü və bazar günüdür. Unutmayın. Yazın əhatənizdəki müəllimlərə də məlumat verin, qoşulub faydalansınlar. Biz indi Telegramda bir müddət sonra testlər də işləyəcəyik sizlərdə. Canlı izahlarımız da gələcək. Müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Həll işarəsini tapa bilmirəm. Mən də sual-cavab olmaq istəyirəm. Aha, yaxşı. Sonda deyəcəm kim sual-cavab olmaq istəyir deyə. Çiçək müəllimə qeyd elədi ki, gedəcək yerim var. Birinci onu sual-cavab edək, sonra keçək digər dediyim Sinarə müəlliməyə. Sırayla hər kəs sual-cavab edəcəm. Çiçək müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Xəyalədir adım. Xəyalədir, Xəyalə müəllimə. Deyin mənə, hansı inkişaf sahəmdir ki, burada musiqi var? Hansı inkişaf sahəmdədir musiqi? Yaradıcı. Aha. Bəs bədii təfəkkür hansı inkişaf sahəsinin hansı standartında yer alır? İdrak inkişaf sahəsidir. Bədii təfəkkür idrakın hansı standartında? Hansı əsas standartında yer alır? İkinci əsas standart müəllim. Bəli, 2.2.1-də 2.2.2-də yer alır. Çünki orada bəli, indi Miqam deyəndə bu standartları yaxşı bilmirəm. onu az-az dərindən öyrənsəz yaxşı biləcəksiniz. Baxın, bir dəqiqə. Rəqəmləri belə çaşdırıram. Əsas standartları hardasa biləm, bu alt standartları vəbşim. İcmal da yazanda çox rahat olur bunları biləndə. Çətinliyiniz olmur.
Baxın müəllimə, bu birinci inkişaf sahəmizdir, bu heç. Bizdə də ikinci inkişaf sahəmiz. Baxın bu 2.1 ikinci inkişaf sahəmiz. Bu ətraf aləmə aiddir. Hamısı ətraf aləmə aiddir. Amma bu da bax bu da ətraf aləmdir, çünki bunun davamıdır da. Bu isə nitqi dinləyib anlayır, rabitəli danışır, nitq etiketlərindən istifadə edir. Burada artıq söhbət gedir bədii təfəkkürdən. Müəllimlər, xeyr, izah olmayacaq bu gün. İnşallah mənim 21:30-da ödənişli dərsim var. Mən bu gün sizə izahlar göndərəcəm, sual-cavab qaydaları göndərəcəm, bir də mövzu adları. Onları öyrənəcəksiniz 3-cü gündən. Həm əvvəlki mövzuları təkrar edin, həm də verdiyim yeni mövzuları təkrar edərsiniz. Baxın, burada söhbət nədən gedir? Görürsüz, dinlədiyi fikrə əsasən hisslərini ifadə edən sadə sözlərdən istifadə edir. Baxın, dinlədiyi fikir, dinləmə, anlama hansı məşğələdədir? Bədii təfəkkürdədir də. Müəllim danışır, uşaq dinləyir, müəllim nağıl danışır, uşaq dinləyib. Artıq açar söz. Bəs anlama nə zaman yaranır? Orta qrupda yaranır. Görürsüz? Baxın, 1-2-də, 2-3-də yoxdur. Amma 3-4-də artıq anlamada yaranır. Dinləyib anlama. Dinlədiyini uşaq anlayır. Sonra baxın 2.2.1 cədvəli, bir də 2.2 cədvəli var axıra qədər. Bu da bədii təfəkkürdür. Görürsüz, şəkil üzrə tanış obyektlər bədii təfəkkürdə verilir də. Kiçik həcmli nağıl bədii təfəkkürdədir, hekayə nağıl elə bədii təfəkkürdədir. Bu onun standartıdır. Unutmayın. Bu üçüncü isə hansı ki bu üçüncü. Bu da inteqrasiya xarakteri daşıyır. Məsələn, mən özümə verə bilərəm 2.2.1 ilə 2.2.3-ü. Neynədim? İnkişaf sahəmin daxilində getdi də inteqrasiya. Başdakı iki rəqəmləri eyni oldu. Burada artıq mən əlavə inteqrasiyaya getmədim. Həm uşağa bədii təfəkkürü öyrətdim, həm də uşaq nitq etiketlərini öyrəndi. Gördünüz, inteqrasiya elədim. İnteqrasiya, bilirsiniz necə? Lori dildə izah edeyim inteqrasiyanı sizə. Məsələn, mən bir dərsi izah edirəm elə sizə. Bayaq dedim ki, təlim nəticəsi, ümumi təlim nəticəsi. Təlim nəticəsi odur ki, dərsin sonu, ümumi təlim nəticəsi odur ki, ilin sonundan söhbət gedir. Sadə orta mürəkkəb olmalıdır demişdim də əvvəlki izahlarımda da. Qeyd elədim sizə, uşaqdan izah elədim, sonra dedim ki, məsələn, nümunə olaraq elə siz özünüz dərsin sonunda aldığınız nəticə təlim nəticəsidir. Məsələn, bu gün siz öyrənirsinizsə inkişaf sahəsini elə, dərsin sonunda inkişaf sahəsini öyrəndinizsə, məqsədə çatdınızsa təlim nəticəsidir. Amma bir də var ilin sonu. İlin sonu deyəndə il də deməyək də, bizlərdə nədir? 4 ay 3 aylıq təlim qrupuna qoşulursunuz da. O siz 3 ayın sonunda hamısını bilirsinizsə, o ümumi təlim nəticəsidir. Ümumi siz bu biliklərə yiyələndiniz. Bu ümumi biliklərə yiyələnmək üçün siz nə edirsiniz? İlk başdan dərsi az-az dərindən keçirirsiniz. Hər dərsin sonunda da siz məqsədən, nəticəyə çatdınızsa təlim nəticəsidir. İlin sonunda çatdınızsa ümumi hamısına çatdınız deməkdir. Uşaqlarda da elədir. Ona görə də təlim nəticəsinə ümumi təlim nəticəsi budur. İnteqrasiyaya toxunum. İnteqrasiya nədir? Sizə dedim bayaq elə təlim nəticəsi, ümumi təlim nəticəsi. Mən sizə Lori dildə izah etmək üçün uşaqları yox, elə sizi göstərdim ki, dərsinizdə təlim nəticəsi budur, ümumi təlim nəticəsi budur. Baxın, mən nə etdim? Başqa mövzu ilə inteqrasiya edib sizə dərsi öyrətdim. Burada da inteqrasiya odur. Bu gün mən riyaziyyatı tutaq ki, uşaqlara keçirəmsə, riyaziyyatı tam dərindən öyrətmək üçün inteqrasiya edirəm rəngləməni. Mən həm rəngləməni verirəm, həm də riyaziyyatı keçirəm. Rəngləyən zaman uşaq həm də riyaziyyatı yenə də dərindən öyrənir. 3 rəqəmini öyrətdim uşağa, 3 rəqəmini rəngləməyə verdim. Uşaq rəngləyə də 3-ü vizual olaraq görür. Canlı olaraq görür. Daha da yadında qalır. Və yaxud da 3 rəqəminin üstündən xətlərlə gedir. Yenə də inteqrasiya elədim. Və yaxud da başqa bir şey verə bilərəm. Uşaqlar 1, 2, 3 uşaqlar da atılırlar. 1, 2, 3 atılırlar. Neynədim? Fiziki inteqrasiya elədim. Hərəkətlər var axı. Uşaq daha da onunla da daha yaxşı öyrəndi. Bir növü riyaziyyatda tam öyrənə bilmirsə, başqa bir mövzu ilə də mən onu inteqrasiya eləyəndə daha yaxşı öyrənir. Və yaxud da 3 dənə yumurta gətir deyirəm. Gedib 3 dənə yumurta gətirir. İnteqrasiya elədim yumurtaya. İnteqrasiya budur. Bütün inkişaf sahələri arasında mən bir fəaliyyəti müxtəlif formalarda öyrədirəmsə, bu inteqrasiyadır. Aydın oldu mu hər kəsə? Bağışlayın. Bəs bu yumurta dediniz də, bu həyatla əlaqələndirmə inteqrasiyası Bəli, oldu bəli. da. Bu həyatla əlaqələndirmə, fənn üstü. Fənlər arası deyəndə fənlərin arasında gedir. Fən daxili deyəndə eyni fən daxilidir. Fənn üstü də deyəndə həyatla əlaqələndirmə deməkdir. Sən daxili şəqli üfüqüdür də müəllimə, hə? Necə?
Fən daxili dedikdə şəqli üfüqü nəzərdə tutulur. Baxın müəllimə, fən daxili deyəndə eyni fəndən söhbət gedir. Biz sizə fən daxili, fən üstü, fənlər arasına ehtiyac yoxdur. Siz sadəcə şaquli ilə üfüqünü öyrənin. İnkişaf sahələri arası, inkişaf sahəsi daxilində. Məsələn, bu gün mən dedim, riyaziyyatla keçdim fiziki hərəkətlər ilə fiziki mədəniyyət məşğələsində. Məsələn, mən uşağa 3 dairəsini öyrədirəmsə, bu riyaziyyat məşğələsidir. Sonra hərəkət verirəmsə orada, bu da fiziki mədəniyyət məşğələsidir, düz deyil? Neynədim? Oturub düşünürəm, fiziki mədəniyyət məşğələsi hansı inkişaf sahəmidir? Fiziki mədəniyyət məşğələsi 1.1 standartına aiddir, fiziki inkişafa. Bəs riyaziyyat hansına aiddir? 2.3 standartına aiddir. Demək ki, mən burada üfüqi inteqrasiyanı apardım. Və yaxud da mən bugün ətraf aləmlə tanışlıq mövzusunu keçirəm. Bu zaman mövzum ola bilər, məsələn, bayraq. Bayraq mövzusunu götürək. Bayrağın rənglərini adlandırmaq. Neçə rəngimiz var bayrağın uşaqlar? 1, 2, 3. Neynədim? Hansı fənlə əlaqələndirdim? Riyaziyyatla. 1, 2, 3 deyirəm də, sayıram. Bu nədir? Bu da aid oldu bizim artıq inkişaf sahəsi daxilində inteqrasiyadır. Çölə getmədim mən. Çünki riyaziyyat dili ətraf aləm də idraka aiddir. İdrakın içində apardım mən inteqrasiyamı. Aydın oldu mu? Nəsə qaranlıq sual qalsa deyə bilərsiniz. Yox, müəllim, onları bildim. Bir dəfə test işləyirdim. Bu fən daxili, fən üstü, bu fən mənə çatmadı. Bu fən yəqin ki, Fən üstü fənlər arası o məktəbə adətən aiddir, məktəb müəllimlərinə aiddir. Bəli, bəli. O sizə adətən inkişaf sahələrindən söhbət gedir. Bir də bəli, fənlər arasıdırsa, yəni belə deyim də, fənlər arasıdırsa, məsələn, dediyim kimi fiziki ilə gedə bilər musiqi arasında, musiqi ilə fizikdirsə, ritmdirsə, musiqiyə sədalar altında uşaq hərəkətlər edirsə, kinestetika var da, fiziki ilə musiqidir. Bu artıq olur nə? Fənlər arasıdır da. Fərqli fənn arası. Bu artıq olur şaquli yoxsa üfüqi? Fənlər arasıdırsa şaquli. Çünki ayrı-ayrı fənlərdir də. Biri fizikiyə aiddir, biri də estetik və yaradıcıya. Üfüqidən söhbət gedir. Belə. Bir də bunu sizin nəzərinizə çatdırım. Baxın, burada da görürsünüzmü? Elə adından da bəllidir. Danışıq səsləri. Siz danışıq səslərini harda keçirsiniz? Bir növ savad təlimində elə. Savad təlimi 5-6 yaşında keçirilir də. Ondan aşağı yaş qruplarında hansında keçirilir? Hansında keçirilirdi? Nitqin inkişafında, ətraf aləmlə tanışlıq nitqin inkişafında. Bəs savad təlimi məktəbdə hansı fəndə keçirilirdi? Azərbaycan dilində. Azərbaycanda. Bəli, bir növ danışıq səsləri, heca söz varsa söhbət savad təlimindən gedir. Cümlədə görsəz. Danışığında 1-2 söz varsa yenə savad təlimi. Yenə baxın, ancaq danışıq, hərf səs, savad təlimi. Yenə də burada nitq var. Bu da inteqrasiya xarakteridir. Mən savad təlimini verib bunu da verə bilərəm. İnteqrasiya edirəm, nitqi də inkişaf edir uşağın. İnteqrasiyada standartında könüllüdür. Yəni siz özünüzdən yazmalısınız onu. Cari planınızı özünüz yazmalısınız. Rahatlıqla. Aha. Belə, sonra dayandırım ekranı. Aha, bir neçə sual verim. 21:30-da dərsim var, yanvar qrupuma. Ora qədər yekunlaşdıraq. İnşallah gələn dəfə daha geniş ekran kaydı götürəcəm. İndi kiçik götürə bildim. Amma əsas odur ki, o izahlara da baxa biləsiniz. Deyin mənə, müəllimə, hansı inkişaf sahəmizdə, hansı yaş qrupumuzdur ki, bu yaş qrupumuzda mən 4.3 standartını reallaşdıra bilmirəm? Sosial emosional. Burada artıq söhbət gedir sosial emosionalda. Çünki sosial emosionalın 4.3 standartları hörmət, dözüm, tolerantlıq. Mən 1-2 yaşında onu reallaşdıra bilmərəm. Çünki 1-2 yaşındakı uşaq, 1-2 yaş aralığındakı uşaq hörmətin nə olduğunu bilmir, əməkdaşlığın nə olduğunu bilmir. Tək başına oynayır. Heç oynamaq da deyil. Bir də görürsünüz əşyaları ağzına aparır, götürür yerə çırpır. Lap elə 1-2 yaşında görürsünüzmü? Ailə üzvlərindən kiminsə əşyasını başqa bir şəxsin əlində görəndə gedib götürür əlindən, dartır ki, ağlayır ki, yəni mənimdir, ver mənə. Danışmayan bir uşaq və yaxud da yəni bir növ əməkdaşlıq nədir anlamırlar. Mən 1-2 yaşında əməkdaşlığı formalaşdıra bilmirəm. 2 yaşından sonra 4.3 standartını reallaşdıra bilərəm. Belə. Təşəkkürlər müəllimə. Çox sağ olun. Sağ olun. Səs açsın Sinarə müəllimə. Hərənizə bir neçə sual verək. Bəli, axşamınız xeyir, buyurun.
Axşamınız xeyir olsun. Müəllimə deyin mənə, təlimin təşkilinə verilən hansı tələbdir ki, bu uşaq axtarmağa, yəni təlimin təşkilinə verilən hansı prinsipdir ki, uşaq mövzunu axtarır, araşdırır, öyrənir. Öyrənməyə marağı var. İdrak fəallığındadır o. Bəli, idrak fəallığında axtarmaq, araşdırmaq, koqnitiv nəticə var. Düzdür. Bəli. Bəs bu hansıdır? Hansı səriştəmizə aiddir ki, uşaq bayrağı yerdə görür, öpüb yerinə qoyur? Bu mədəni müxtəlif Yox. yox, səriştələrdən Dünyəvi. bəli mən deyə bilərəm. Müəllimlər, səslərə zəhmət olsun. Dəyərlərimizə aiddir də, yəni onu deyə bilərəm. Yəni dəyərlərdən fəal vətəndaş mövqeyi. Xeyr müəllimə, milli kimliyin dərsi. Milli kimliyin dərki, milli iftixar hissi. Milli kimliyini dərk edir, bayrağın nə olduğunu bilir, dərk edir, vətənini sevir. Baxın, Bəli. bayraq, Azərbaycana aid nə varsa, milli kimliyin dərki, milli iftixar hissidir. Yaxşı, mən deyirəm ki, uşaq deyir ki, məsələn, mən İsmailli rayonunda yaşayıram. İsmailli rayonunda, məsələn, qozu ilə zəngindir. Məsəl üçün deyirəm. Və yaxud da Göyçayda yaşayıram. Göyçay narı ilə tanınır. Bu elə ki, yaşadığı bölgə haqqında olan məlumatlar fəal vətəndaş mövqeyidir. Bəli, fəal vətəndaş mövqeyidir, düzdür. Bəs deyin mənə, bəs bu hansıdır ki, uşaq mağazaya gedir, pulundan səmərəli istifadə edir ki, qalanını evinə aparır. Maliyyə savadsızlığıdır. Yəni pul və qənaətdir, pula qənaətdir. Düzdür. Təşəkkür Maliyyə. edirəm müəllim. Səs açsın Axundova Fatma. Axundova Fatma, sonra Elnur Mirzəyev. Deyəsən Elnur müəllimə, səhv Elnur yazılan müəllimə Nuray müəllimə idi elə. Ödənişli müəllimələrindən. Aha, müəllimə bir-iki sual verəcəm. Sadəcə iki sual. Aha. Müəllimə deyin mənə, qeyd elədiyimiz kimi uşaq masada düzgün oturmur. Ayaqlarını qaldırıb masanın üzərinə qoyur. Hansı səriştə bu? Mədəni davranış, şəxsi sosial məsuliyyət, mədəni davranış. Baxın, bəli, mədəni davranış, şəxsi və sosial məsuliyyət. Burada artıq uşaqda düzgün davranış yoxdur. Ümumiyyətlə, davranışa aid nə gördüksə, Mədəniyyət inkişaf eləməyib. bəli, davranışa aid nə görsəniz elə gedib götürürsünüz. Şəxsi və sosial məsuliyyəti. Bəs yaxşı, uşaq yumurta qabıqlarından maraqlı bir sənət əsəri yaratdı. Nə Yaradıcılıq, təvəccüh ilə bağlı kateqoriyasına aiddir. Yaradıcılıq və yaradıb, kreativlik. bəli, yaradıb. Sonra uşaq özündən bir qafiyə yaratdı. Uşaq özündən bir şeir yaratdı. Məsələn, cümlələri qurdu, şeir düzəltdi, biraz qafiyə uyğun gəldi. Şeir yaratdı. Şeir yaratdı. Müstəqil öyrənmə. Yox, yaratdı deyirəm. Yarat. Yaradıcılıq, kreativliyə aiddir müəllim. Bəli, yaradıcılıqdır da özündən yaradıb onu. Əzbərləməyib ki, hardansa. Müstəqil öyrənmədə nədir? Uşaq müstəqil öyrənir dərsi. Tək başına öyrənir. Kiminsə köməyinə ehtiyacı olmadan öyrənir. Kreativliyi nə tər başa düşmüşəm? Hər hansı bir Yox. Kreativlik hər tərəfli kreativlikdən söhbət gedir. Yaratmaq varsa, yaradıcılıq varsa, təkcə əl işindən söhbət getmir. Elə hər bir yaradıcılıqdan söhbət gedir. Bir də deyin mənə, uşaq ekologiya ilə bağlı, məsələn, təbiətimizin çirklənməsi ilə bağlı problemi həll etmədə iştirak edir. Problemi həll etmək istəyir. Hansı səriştə? Problem həll etmə, təvəccühlə bağlı səriştə. Afət müəllimə, WhatsApp-a qoşulmaq üçün mənim qeyd elədiyim nömrəyə yazarsınız. Baxın, nömrəni burada yazıram müəllimlər. Yəqin ki, ekran kaydında da hər kəs görəcək. 070 293 39 28. Akademiyamızın nömrəsidir. Nömrəni mən işlədirəm. Bu nömrəyə yaza bilərsiniz. Nömrə mənimdir. Buyurun. Bu nömrəyə kim istəsə yazar, qrupa əlavə edərəm. Aha. Problem həll etmədir. Yazacam dərsləri də. Bəs bir də bunu deyin mənə.
Bu hansıdır Müəllimə, onlara ki, bir söz deyim. Bax, şimdi Bəs- sözünüzü kəsirəm. Onlar mənim ən zəif nöqtəm bu oyunlar. Onlar ondan sual verəsiniz. oyunlardan O vereyim. dəfə də Oyunları gördüm. vermişdim Bəli, sizə o evə. dəfə də gördünüz zəif öyrənmişdim. Oyunları evə vermişdim mən bu ödənişsiz qrupda. Ödənişli deyirsiniz də, siz bilirəm. Ödənişsizdə vermişəmmi? vermişdiniz. Hə, vermişdiniz. Vermişəm. Bəli. Aha, yaxşı. Deyin mənə. Sujetli rollu oyunlar 1-3 yaşında fərq nədir? 3-6 yaşında fərq nədir? Sujetli rollu oyunların. Sujetli rollu oyunların. Mənim dəqiq məlumatım yoxdur, amma təxminən belə deyim ki, bu 3-4 yaşında artıq uşaq dərk edir ki, kimi təqlid edir. Burada uşaqlar məsəl üçün atanı, ananı təqlid edir. Amma 1-3 yaşında isə qeyri-ixtiyari şəkildə, qeyri-ixtiyari şəkildə. Deyə bilərəm. Bəli, desin Cəmilə müəllimə. Ki hər kəs yazar, Müəllimə, ödənişsiz burada- qrupa əlavə edərəm. Aha, buyurun. Burada sujetli rollu oyunlarda 1-3 yaşda əsasən hadisənin başqasının gözü ilə baxırlar. Məsəl üçün satıcının və yaxud da nəyinsə rolunu başqasının gözü ilə baxırlar. Ancaq 3-6 yaşda isə öz gözü ilə də artıq dərk edirlər ki, məsəl üçün biz artıq həkimi təqlid edirik, ananı təqlid edirik, başa düşürlər ki, bunu təqlid edirik də, yəni öz gözləri ilə. Baxın, Nuray müəllimə. Bir var, 1-3 Buyurun. yaşındakı uşaq elə. Müəllimə səsləri bağlayaq. Səsləri bağlayaq. 1-3 yaşında mən rola girirəm. Elə uşaqdır. Tutaq ki, rola girib deyir ki, mən həkiməm. Deyirsən, məsələn, o başa düşmür ki, siz onu həkim roluna qoymusunuz və ya özü həkim roluna girib. O rola girdiyini dərk eləmir. Deyir, mənəm həkim. Mən həkim oldum. Həqiqətən də həkim olduğuna inanır. Doğrudan da elə bilir ki, özü bir həkimdir. Amma 3-6 yaşda doğrudan da bilir ki, o mən Artıq rola girdiyini başqasının roluna qavrayır. girmişəm. Rola girdiyini dərk eləyir. Ki mən başqasının roluna girmişəm, başqasının rolunu canlandırıram. Mən həkim deyiləm, mən əliyəm. Mən hal-hazırda həkim roluna girmişəm. Mən hal-hazırda sürücü roluna girmişəm. Fərq budur. Məsələn, sujetli rollu ilə simvolik oyunların da fərqi ondan ibarətdir ki, sujetli rollu oyunda insanı təqlid edir. Peşəni təqlid Onu edir. bilməm. Subyekt isə subyekt, amma obisində isə simvol, obyekt isə obyektdir. Bəli, O da bəli, əşyadan obyekt söhbət obyekt gedir. anlayışı cansızdan söhbət gedirsə simvolikdir. Sevdiyi bir əşyanı başqa əşya ilə əvəzləyirsə telefondur, Əvəz vermirəm edirsə, uşağa. 2 yaşı var uşağın, telefon vermirəm. Gedir, Başqa bir əşya ilə əvəz edir onu. gedir özünə taxta parçasını qoyur telefon kimi, qulağına qoyub danışır. Rola girməyib ki, sadəcə gedib telefon kimi istifadə edir taxta parçasını. Burada artıq taxta parçasını başqa bir əşya ilə əvəzləyir. Elə bil ki, əlindəki taxta parçasını telefonla əvəzləyir. Əşyanı əşya ilə əvəzlədir. Amma rola girirəmsə mən insanı əvəzləyirəm də. Mhm. Sonra təşəkkürlər müəllimə. Çox sağ olun müəllim. Sağ olun. Səsi açsın Cəmilə müəllimə. Axşamınız xeyir müəllimə bir də. Axşamınız xeyir olsun. Bəli müəllimə göndərəcəm. Göndərəcəm. Gələn dərsimiz inşallah 3-cü günü daha geniş olacaq dərsimiz. Bu gün azdır. Bu gün dərslərim çoxdur. 3-cü günü 21:00-dan 11-ə qədər 2 saat dərsimiz olacaq. Göndərəcəm hər birinizi. Siz yazın mənə, mən qrupa da əlavə edəcəm, dərsləri də ataram sizə. Müəllimə deyin mənə, məktəbə qədər təhsil nədir, təlim nədir? Fərq, aradakı fərq. Müəllimə, məktəbəqədər təhsil dedikdə, məktəbəqədər yaşlı uşaqların əqli fiziki inkişafına xidmət edən bilik bacarıqlarının öyrənilməsi prosesi və onun nəticəsidir. Məktəbəqədər təlim isə bu öyrəndikləri bilik bacarıqları gündəlik həyatda, yəni tətbiq edirlər. Aha, gündəlik həyatda tətbiq edirlər. Yaxşı, Təhsildə öyrənirlər, təlimdə isə tətbiq edirlər. təlimdə isə tətbiq edirlər. Yaxşı. Deyin mənə, oyunun uşaq həyatında əhəmiyyəti nədən ibarətdir? Oyunların uşaqların həyatında çox böyük əhəmiyyəti vardır. Uşaqların nitqini inkişaf etdirir. Uşaqlarda əməkdaşlıq hisslərini inkişaf etdirir. Bir-birinə kömək etmək, sosiallaşmağa kömək edir oyunlar. Sonra təxəyyülünü inkişaf etdirir, hafizəsini inkişaf etdirir. Bunları inkişaf etdirir. Bütün inkişaf sahələrini inkişaf etdirir. Uşaq Çətinliklərin öhdəsindən gəlməyi inkişaf etdirir müstəqil şəkildə. ünsiyyəti inkişaf etdirir, əməkdaşlığı inkişaf etdirir, kiçik motor bacarıqlarını İdrakını inkişaf inkişaf etdirir, etdirir. sosiallıq olur, hörmət olur, dözüm olur, yaradıcılıq olur, idrak olur, dərk etmə olur, nitq olur.
Hər Bəli, şey bütün olur. inkişaf Mədəniyyət sahələrini olur. əhatə edir. Bütün inkişaf sahələri əhatəsində uşaq oyunlarla öyrənir. Empatiya hissi. Empatiya nə zaman olur? Elə oyunlarda, elə ən çox da süjetli rollu oyunlarda. Uşaq başqasının roluna Bəli. girir. Məsələn, uşaq bilmir ki, kasıb nədir elə. Məsələn, bir səhnəcik qurursunuz, artıq uşaq kasıbın roluna girərək kasıbın nə hisslər keçirdiyini dərk edir. Empati qurur, empatiya qurur. Özünü başqasının yerinə qoymaq deməkdir, empatiya. Bəli. Bir də deyin mənə, məqsəd nədir, məzmun nədir? Məktəbəqədər təhsilin məqsədi nədən ibarətdir? Məqsəd ilə məzmunun fərqi. Daha doğrusu Məktəbəqədər məqsəd ilə vəzifənin fərqi demək istədim. Məktəbəqədər təhsilin məqsədi uşaqların hərtərəfli inkişafını, ümumi təhsilə hazırlığını həyata keçirir məqsəd. Vəzifələrdə isə uşaqları hərtərəfli yenə də inkişafını təmin edir. Şəxsiyyət yönümlü bir şəxsiyyət kimi inkişafına, bərabər hüquqlu şəxsiyyət kimi inkişafını təmin edir. 5 yaşlı uşaqlar üçün zəruridir. Yoxsa bu prinsiplər də idi? Hərtərəfli inkişafını təmin edir də vəzifələrdə. Uşağı bir şəxsiyyət kimi formalaşdırır. Vəzifələrdə artıq kim deyə bilər vəzifələri? Deyim müəllimə. Müəllimə deyə bilərəm. Kəmalə müəllimə Deyim deyir. müəllimə. Kəmalə müəllimə. Məktəbəqədər təhsilin vəzifəsi ondan ibarətdir ki, hər bir uşağı keyfiyyətli məktəbəqədər təhsilinin təmin olunmasıdır müəllimə. Sonra uşaqların şəxsiyyətinin formalaşdırılmasıdır. Təhsilin baza komponentləri arasında sosiallaşma tələbatının yaradılması idi. Sonra ailəsinə, vətəninə, dininə, dilinə, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimiz ruhunda elə bir ki, onların tərbiyə olunması, onların dəyərlərimizə hörmət elənməsi ruhunda tərbiyə olunması əsas vəzifələrimizdən biri idi. Sonra inklüziv təhsil ilə əlaqədar xidmətlərin göstərilməsidir. Bunlar hamısı məktəbəqədər təhsilin vəzifəsidir. Müəllimə, bir sözlə sonunda Bəli. su ilə si ilə bitir vəzifələr. Bəli, müəllimə. Bunlar Sonu hamısı su onun ilə si vəzifəsidir. ilə bitir, Bunları bəli. hamısını uşaqda formalaşdırar. Ancaq məqsədi isə müəllimə. Bax, deyim müəllimə məqsədi. Məqsəd də o idi ki, 4 inkişaf sahəsinin hamısını məqsəd odur ki, uşaqlarda reallaşdırmaq. Uşaqları zəruri həyati bacarıqlardır. Bütün əqli fizikidir, yaradıcıdır, potensial inkişafıdır. Sonra şəxsi sağlamlığın qorunmasıdır. Məsələn, estetikdə sadə əmək vərdişlərdir. Bu 4 inkişaf sahəsinin hamısını uşaqda müəllimə yaradılmasıdır. Sonra onlar yenə Azərbaycançılıq ruhunda, dövlət ruhunda onların hamısının tərbiyə olunmasıdır. Məktəbəqədər təhsili budur məqsədi. Təşəkkürlər Kəmalə müəllimə. Öyrənmişsiniz dərsdə həmişə belə aktivsiz. Burada da aktivliyinizi qoruyursunuz. Təşəkkürlər. Sizin müəllimə, çox sağ olun. Sağ olun. Cəmilə müəllimə təşəkkürlər. İndi başqa bir müəlliməyə keçək. Səs açsın Məxluqə müəllimə. Burada bir də müəllimələrdən biri sual verib ki, öyrənməyə olan marağını stimullaşdırmaq təlimin təşkilinin hansı prinsipinə aiddir? Sizcə hansına aiddir? Deyin, izah edəcəm. Əyanilik müəllimə, əyanilik. Əyanilik. Oldu bu. Marağını neynədim? Stimullaşdırdım da. Əyani göstərdim, stimullaşdırdım. Əyanilik aiddir. Bəli. Qızıl qayda müəllimə əsas. Eyni, Kamenski onu qızıl qayda adlandırıb. Bəli. Hamıdan müəllimə. Sual verdiyim müəllimə hansı müəllimə idi? Səs açsın. Məxluqə müəllimə. Mənim səsimi eşidirsiniz. Bəli, zəif gəlsə də eşidirəm. Hərənizə bir neçə sual verəcəm. Məxluqə müəllimə deyin mənə, hansı oyundur ki, lamisi üzvləri inkişaf edir uşağın? Seysmotor oyundur. Hansı oyundur ki, uşaq əşyanı başqa əşya ilə əvəzləyir, təsəvvür edir, canlandırır? Başqa əşyanı, o simvolik oyundur. Hansıdır ki, bu obyekt, daha doğrusu bu hansı oyundur ki, uşaq başqa peşəni, sahəni canlandırır, rola girir? Sujet rollu oyundur. Bəs yaxşı, burada hansı oyundur ki, eyni məkanda fərqli fəaliyyət olur, uşaqlar eyni məkanda iki uşaq birbirindən oynamır? Paralel oyundur. O da paralel, eyni müstəvidə müxtəlif oyunlar oynayırlar. Axırda da əməkdaşlıqla nəticələnir. Bəli. Burada sizə konflikt olar? Bəli.
konflikt olur ki uşaq bəzən axıra yaxın biri gedir, biri oynayanda ikisi də oynayır eyni müstəvidə ayrı-ayrı oyunlardır. Bir də görürsən ki, uşaqdır da qanmır. Gedir oturur onun oyuncağını əlindən dartıb alır. Dartmaq istəyir də, o da qışqırır, nə bilim, ya dişləyir, ya vurur. Məsələn, O bəli, elə ev tikirlər, ikisi də eyni oyunla da oynaya bilərlər. Şərt deyil, hərəsinin oyunu fərqli olur. Yox. Məsələn, bu götürür O- tikinti materiallarını qıraqda gedib oynayır, o birisi də orada. Məsələn, evin şiferi bir dənədir, belə deyək də. Məsələn, konstruktorun üstündə şifer var, ev tikirlər. Bir dənədir. Düşür aralarında dava. Ki, mən götürüb qoyacam, bu deyir, yox mən. Baxın, bu zaman dava düşür. Konflikt paralel oyunlarda çox olur. Təşəkkürlər müəlliməm. çox sağ ol. Səsi açsın. Bayaq İş üsulu kimi də müəllimə cütlərlə də ən çox konflikt. Müəllimə, mənə də sual verərsiniz də. Mən əl işarəsini bilmirəm. Aha, bəli, elə onu deyəcəkdim ki, hansı müəllimə idi ki, bayaq səsləndirdi. Müəllimə sizə də bir-iki sual verim. Siz də oyunlar geniş mövzudur. Yaradıcı oyunlar hansıdır, qaydalı oyunlar hansıdır? Müəllimə, yaradıcı oyunlar mənim uşaqların özləri tərəfindən də uşaqları yaradıcı, yəni özləri yaradır. Qaydalı oyunlar da böyüklər tərəfindən elə bir yaranmış oyunlardır. Məsəl üçün fikrim necə, elə ki, bənövşə, dəsmal, qaydalı, bu qaydası var da, yəni onu dəyişmək olmaz. Bəli. Yəni qaydalı oyunlar olardı. Məsələn, mütəhərrik oyun deyəndə hərəkətli oyundan söhbət gedir. Bənövşə. Hərəkətli oyunlar. Məsələn, mən bənövşə oyunu dəyişə bilərəm. Gəlin uşaqlar, bir Yox, nəfər yoxsa müəllimə. 2 nəfər gəlsin, keçsin. Məsələn, gəlib götürür uşaqlar aparır. Bir nəfər gəlməsin, 2 nəfər. Mən desəm o qaydalı oyunluqdan keçər. Axı o bizə keçmişdən gələn bir şeydir. Folklordur. Nənələrdən, babalardan, keçmişdən gələn bir qaydası olan bir oyundur. Taktik qaydalı oyunlar da var. Didaktik qaydalı oyunlarımız da var. Bəli. Aha. Bir də bu sualı verin mənə. Hansı oyundur ki, uşaqlar özləri yaradırlar? Hansı oyun oldu? Əllə vurma. Müəllimə, Necə səsləri müəllim? bağlayaq. Etik davranış qaydalarına riayət edək, mədəni olaq. Buyurun. Müəllim necə? Eşitmədimi? Hansı oyundur ki, məsələn, belə deyim sizə, öyrədici, təlimləşdirici xarakter daşıyır? Öyrədici xarakter daşıyır. Müəllim, uşaqlar öyrədici. Öyrədici, təlimləşdirici xarakter. Hansıdır? Dramlaşdırmadır da. Dramlaşdırılmış. Bəli, bədii əsərin tərkibinə daxil olub, bədii əsəri qarşı tərəfə ötürə bilir, izah edə bilir. Bəli, müəllim. Sonra təşəkkürlər müəllimə. Səsi açsın Axundova Fatma. Çox sağ olun. Sağ olun. Kimi sual cavab etmişəmsə əl işarəsini götürsün ki, bilim yerdə qalan müəllimləri. İndi müəllimlər çoxalıblar, hamısını deyəsən çatdıra bilməyəcəm. Mənim də Mən çağırdınız. 40 dəqiqə bəlkə mən gözləyirəm, amma heç eləməriz. Xəttə gözləyirdimi mən? Dilarə müəllimə, narahat olmayın. Sizi dərsdə zaten sual cavab etmişəm. Sonda da bir sual verərəm. Hərənizə bir neçə sual verərəm. Siz ödənişli müəllimimsiniz. Ayda mənim axşamınız xeyir. Axşamınız xeyir olsun. Necəsiz Ayda müəllimə? Yaxşı olasınız müəllimə. Mümkünsə hər kəs sözünü qısa etsin, vaxtımız yoxdur. İşarəsini qaldıra bilmirəm. Məni də axırda nəzərə alarsınız. Bir-iki sual verəcəm. Hərənizə bir sual. Yazılmışam da cavab Müəllimə deyin mənə, hansı prinsipdir ki, bu didaktik prinsipimizdə dövrün yeniliklərindən söhbət gedir? Rəqəmsallıqdan söhbət gedir. uşaq yönümlülükdür. Yox. Defensiv Tələb yönümlülükdür Deyim Ayda müəllimə. Yox, müəllimə rəqəmsallıqdan söhbət gedirsə tələb yönümlülüyüdür. Tələb yönümlülüyüdür. Yaxşı. Bir dənə də bu sualı deyin, həmin müəllimə desin. Bu hansıdır ki? Hansı prinsipdir ki, burada söhbət gedir müəllimin planlı olmağından. Hansı didaktik prinsipdir? Nəticə yönümlülük. Düzdür, nəticə yönümlülük. Təşəkkürlər. Səs açsın. Sağ olun. Sağ olun. Aytən Vəliyeva. Bəli. Aytən müəllimə deyin, bizim neçə didaktik prinsipimiz var rəqəmlə? 9. 9. Didaktik prinsiplərimizdən hansıdır ki, bu didaktik prinsipdə uşaq düzgün şəkildə, belə deyim,
yatmır, durmur, yemək yemir. Hansı didaktik prinsipin tələbi pozulur? Hansıdır sizcə şəxsiyyət yönümlülük? Uşaq inkişaf etmir də. Uşağın fiziki inkişafı pozulub deməkdir. Bəs yaxşı, bəs bu hansıdır? Uşaq istəyir ki, oyunlardan yaylıqatda oynasın. Mən deyirəm, yox, ortada qaldı oynayaq. Marağı nəzərə almıram. Uşaq yönümlü. Düzdür. Təşəkkürlər müəllimə. Səs açsın Dilarə Orucova. Axşamınız xeyir müəllim. Axşamınız xeyir Dilarə müəllimə. Deyin mənə, hansı didaktik prinsipimizdir ki, bu didaktik prinsipdə uşaqda kəkələmə var. Hansı didaktik prinsipin tələbi pozulur? Şəxsiyyət yönümlülük. Düzdür. İdraki yaxşı inkişaf eləməkdə. Düzdür. Ünsiyyət. Yoxdur ünsiyyəti. Bəs yaxşı, hansı didaktik prinsipdir ki, burada söhbət gedir, belə deyim, dərsi az-az keçməkdən, dərindən keçməkdən. Necə müəllimə? Dərsi az-az, dərindən keçməkdən söhbət gedir. Hansı didaktik prinsipdir ki, müəllim dərsi az-az, dərindən keçməlidir. Uşaqları çox yükləməməlidir. Mövzu ilə hansı ki, təlim arasında da əlaqə olmalıdır. Tapşırıq arasında. Varislik. Varislik. Bir də bunu deyin, məktəbə qədər təhsildə qanunvericiliyin 3 əsas məqsədi nə idi? Demokratiklik, şəffaflıq, aşkarlıq onu deyirsiniz? Demokratiklik. Şəffaflıq, aşkarlıq. O prinsipdir. Bilirsiniz, 3 əsas məqsədi var idi. Uşaqların hüquqlarını təmin etmək, işçilərin hüquq və vəzifələrini müəyyən etmək, dövrün müasir tələblərə uyğun fəaliyyətini təmin etmək. Təşəkkürlər. Sonra səsi açsın Nəzrin müəllimə. Yaxşı, səs açsın. Sevinç müəllimə. Bəli müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Sizə də bir neçə sual verim. Neçənci maddədə qeyd olunub dediyi məktəbə qədər təhsil? 94-cü maddədə. Düzdür. 94-cü maddənin bir hissəsinin birinci bəndində. Yaxşı, bizim rəqəmlə neçə didaktik prinsipimiz oldu? Vaxt itirməyək. 9. Yaxşı. Bəs məktəbə qədər təhsil ilə təlimin fərqi nə oldu? Məktəbə təhsillə. Müəllimə, buradayam. Sadəcə internet səhifəsi gedir, gəlir, üzrlü say. Təhsillə təlimin fərqi? Təhsildə müəllimə təhsil alan və təlimdə isə təhsili bilik bacarıqları tətbiq edir. Tətbiq etmə varsa təlimdir. Əgər mən bunu öyrənirəm, öyrəndiyimi hərəkətdə ifadə edirəmsə, tətbiqdir. Öyrənirəmsə təlimdir. Nəyisə öyrəndiniz, gedib bağçada tətbiq edirsinizsə o təlimdir. Təlimdə hərəkət var, təlimdə öyrənmə var, tətbiqdə hərəkət var. Dedi, yadınızda saxlaya bilərsiniz. Sonra digər müəllimə hansı idi? Dedi, səsim bağlı idi. Səsləmişdim. Müəllimə, mənim səsim bağlı idi. Müəllimə, siz də deyin mənə, vaxt itirmədən deyək, hansı oyundur ki, bu oyunda, bu yaş dövründə uşaqlar əşyaları ağzına aparırlar, əməkdaşlıq olmur. Hansı yaş dövrüdür, hansı oyundur? Biri erkən müəllimə yaş dövrüdür. Erkən yaş dövrüdür, müəllim. Tərtibli oyun. Heç kim cavab verməsin. Müəllimənin növbəsinə girməyin. Müəllimə özü cavablasın. Hansı müəlliməyə dedimsə? Təklikdə oyundur. Aha, təklikdə oyundur. Bəs yaxşı, eyni məkan fərqli fəaliyyət deyirəmsə? Paralel oyun. Aha, yaxşı. Bəs əməkdaşlıq oyunu hansı yaş dövrünü əhatə eləyir? 3-4 yaş. Düzdür, 3-4 yaşı. Yaxşı, bəs bu hansı oyundur ki, burada daha çox tapmacalardan istifadə olunur? Tapmacalar hansı oyundaydı? Şifahi oyunlar. Şifahi oyunlarda, bəli, unutmayın. Açar söz kimi yazın. Təşəkkürlər. Səs açsın Zöhrə müəllim. Sağ olun. Zöhrə müəllim. Sevinç müəllim qurtardı. Bəli, hərənizə 1-2 sual verirəm. İnşallah 3-cü günü hər kəsi geniş sual cavab edəcəm və vaxtımız da bol olacaq. Bugün az oldu dərsimiz. Siz sağ olun. Amma siz öyrənin ha. Heç kim dərsi öyrənmədən dərsə qoşulmasın. Ən azı öyrənə bilməsəz də, heç olmaya dərsə də qoşulun ki, nəsə öyrənə biləsiniz də. Yəni bacardığınız qədər öyrənin. Məsuliyyətsiz olmayın. Mən qoşulmuşam müəllimə. Allah razı olsun. Sağ olun. Hansı müəllimədir? Birinci müəllimə, Flora müəllimənin dəstəyi ilə. Elə, ödənişli qrupumda da varsınız, xatırlamadım.
Yox, hələ təzə qoşulmuşam bura ödənişsizə. Hə, ödənişsiz dəstələr oldu. Çox sağ olun. Siz sağ olun. Siz də deyin müəllimə mənə qeyd edin siz mənə. Mən motivasiyanı necə qurmalıyam? Motivasiya necə qurulurdu? Hansı açar sözləri var idi motivasiyanı qurmaq üçün? Motivasiya müəllimə müsbət yönümlü, uşaq yönümlü olmalıdır. Uşaqları Diqqəti cəlb eləməliyəm. Diqqəti cəlb eləməlidir. Nəsə bir maraqlı Məşğələnin- fərziyyələrə cavab verən bir nəsə nəticə əldə etməliyəm. Baxın, yenə də deyirəm. Mən açıq məşğələləri Instagram səhifəmdə paylaşıram. Bağçada tətbiq edirəm. Instagram səhifəmdə də paylaşacağam. Siz canlı görəcəksiniz məşğələnin keçirilməsini. Bir var yazılı görürsüz, bir də canlı mən paylaşacağam inşallah gələn həftə. Mütləq Instagram səhifəsini də izləyin. Orada da bağçada keçirilən bütün fəaliyyətləri paylaşıram. Canlı görəcəksiniz. Siz də eyni şeyləri tətbiq edə bilərsiniz öz bağçanızda. Mən motivasiya yaratmaq üçün maraqlı bir vəziyyət yaratmalıyam. Tapmacadan da istifadə edə bilərəm, əqli hücumdan da istifadə edə bilərəm, ideyalar toplamalıyam. Nəsə gizli bir şey də yarada bilərəm ki, uşaqlara maraqlı gəlsin, diqqətləri oyansın. Motivasiya belə qurulur. Sonra bayaq sual cavab etdiyim müəlliməyə geri dönüş edək elə ən son. Bəs yaxşı müəllimə, deyin mənə. Belə deyək, hansı inkişaf sahəmizin 2 əsas standartı var? Hansı inkişaf sahəmizidir? Estetik yaradıcı inkişaf sahəsinin. Sizlə sizi sual cavab edirdim Zöhrə müəllimə. Bəli, müəllimə. Siz idiniz, ən son etdiyim. Elə bildim başqa müəllimədir, ona görə fikrim qarışdı. Bəs yaxşı, bizim hansı inkişaf sahəmizdə söhbət, sizcə hansı yaş qrupudur ki, mən bu yaş qrupunda uşağa yatağını toplamağı, şkafına, paltarını səliqəli yığmağı öyrətməliyəm və bu fəaliyyət hansı inkişaf sahəmizin hansı standartına aiddir? Fiziki inkişaf sağlamlıq və təhlükəsizliyə aiddir. Aferin, əla. Neçə, hansı yaş qrupu? 4-5 yaş. 4-5 yaş qrupu. 4-5 yaş deyə bilərəm müəllimə. Bəli. 4-5 yaş aiddir. Düzdür. Müəllimə elə anlamadım. Dedim də müəllimə. Özüm dedim Zöhrə müəllimə. Aha. Bir sonra bəs hansı yaş qrupudur ki, bu yaş qrupunda uşaq zəng edə bilir polisə, təcili yardıma? Müəllimə 5-6 yaşında. Aha, 5-6 yaş qrupunda. Düzdür. Bəli. Bəs hansı yaş qrupudur ki, bu yaşda uşaqlar həndəs fiqurları qruplaşdıra bilirlər? Yaşda necə eləyirlər müəllimə? Qruplaşdırma 5-6 yaşda. 5-6 yaş. Düzdür, 5-6 yaşda. Sonra, bəs müəlliməm, nağılı səhnələşdirmək hansı inkişaf sahəmizdir? Səhnə qurmaq, yaradıcılıq, estetik yaradıcılıq. Düzdür, təşəkkürlər. Təşəkkür edirəm. Sağ olun. Müəllimlər, gələn dəfə kimi sual cavab etməmişəmsə, onları sual cavab edəcəm. Gələn dəfə sual cavab etdiyim müəllimlər əl işarəsi qaldırmasınlar. Sual cavab etmədiklərimi qaldırarlar. İnşallah sual cavab etmədiklərimi sual cavab edəndən sonra yerdə qalan o yenidən kim istəsə onlar da sual cavab oluna bilərlər. Bugünlük vaxtımız az oldu, 1 saat oldu təlimimiz. İnşallah gələn dəfə 2 saat, 2 saat yarım olacaq, bol sual cavablı olacaq. Ancaq sual cavab edəcəyik. Sual cavab edə də izah edəcəyik. Çünki vaxtımız azdır. Bir aya bir proqramı yekunlaşdırmalıyıq. Çox sağ olun. Var olun. Çox sağ olun. Bir saatda nə qədər təkrarlar oldu. Çox sağ olun. Təşəkkürlər. Sağ olun. Çox sağ olun.